Salam, hər vaxtınız xeyir olsun. Değerli altıncılar, değerli kanalım izləyiciləri, hər birinizi xoş gördük kanalımda. Bugün biraz səhhətimlə bağlı sesim tutulub. Bəlkə də effektli video çəkməyəcəm, amma düşünürəm ki, bir çoxlarınızın artıq bu dərsi izah etməyə, dərsdən nəticə götürməyə ehtiyacınız var. Yəni vaxtı da artıq. Ona görə bugün bu vəziyyətlə olsa da yenə də video çəkəcəm, sizlər üçün paylaşacağım. İlk önce buradan salamlarımı, qucaq dolusu salamlarımı göndereceğim. Aydan, Selcan, Nilay ve Musayeva Ayan adlı değerli, güzel kızlarıma salamlarımı gönderirəm buradan. Çox sağ olun. Verdiğiniz değer için, hürmət üçün hər birinizə təşəkkürümü bildirirəm. Xəstə olsam da bunu özümə borc bilirəm ki, buradan sizə mən öz sevgilərimi çatdırmalıyam uşaqlar. Yəni birbirimizi görmədiyimiz halda belə, yəni bu qədər çox sevə bilirik birbirimizi. Hürmet edirik, her şey karşılıklıdır. Ama siz buradan yani adlarınızı paylaşmamı istəyirsinizsə çalışın. Soyadınızla yazın ki o daha effektli, daha güzel alınır. Çünkü dünyada Aydan da, Selcan da çoxdur. Ama soyadlarınızı yazsanız o daha yaxşı. Məncə düşünürəm ki paylaşım olacaqdır. Sizin adınızı buradan soyadlarınızla çəkmək istəyərəm. Hətta istəsəniz məktəbinizin də adını yaza bilərsiniz buradan. Həmin məktəbdə oxuyan uşaqlara da, müəllimlərə də salamlarımı göndərə bilərəm. Yəni bu sizin özünüzün istəyinizlə bağlıdır. Bir daha təşəkkürümü bildirirəm, amma statistikalara, yəni statistik məlumatlara baxdım. Statistikada yazılıb ki, bizim kanalımızı, yəni izləyənlərin çoxusu abunə olmayanlardır. Yəni buna çox üzüldüm ki, yəni abunə olmadan bu qədər izləyici varsa, niyə axı abunə olmayasınız ki? Yəni izlədiyiniz halda niyə abunə olmursunuz? O mənə çox maraqlı gəldi. Əgər bəyənirsinizsə, kanalımı sevirsinizsə, inşallah ki izləyəcəyinizə, abunə olacağınıza inanıram. Hər birinizə təşəkkürümü bildirirəm. Deməli, burada bizim bugünkü dərsimiz olacaq. Ailə kiçik dövlətdir. Sosial həyat ailədən başlayır. Ailə cəmiyyətin əsasını təşkil edir. Ailə nikah yaxud qan qohumluğu əsasında birgə yaşayan kiçik sosial qrupdur. Hər bir ailənin öz adət-ənənəsi, yaşayış məkanı və büdcəsi olur. Ailədə qayda və qanunlar yazılı şəkildə nizamlanmır. Yəni hansı bir qayda əsasında biz hərəkət etmirik ailədə, düzdürmü? Hər şey təbii formada baş verir. 1900-cü ildə Şuşada Azərbaycanlı ailəsi gördüyünüz kimi çox uşaqlı bir ailədir. Necə mehriban, gülərüz, səmimi bir şəkildir. Digər şəkil isə gördüyünüz kimi müasir ailədir. Müasir ailənin istirahət vaxtı. Düzdür, o vaxtlar bəlkə də insanların istirahət etməyə vaxtları olmurdu. İndi də çox demək olmaz insanların istirahətinin, yəni belə güclü istirahət eləyirlər, düzdür. İndi hamı elmlə, təhsillə, işlə, hamının başı qarışıqdır. Ancaq yəni müasir ailədə istirahət etməyə yenə qismən də olsa vaxt var. İndi ailələrin əksəriyyəti çünki az uşaqlıdır, amma o vaxt gördüyünüz kimi belə deyildi. Baxaq, davamına baxaq dərsimizin. Azərbaycan ailəsinin özünə məxsus keyfiyyətləri var. Bu keyfiyyətlərə ilk növbədə ailədə milli mənəvi dəyərlərə hörmət edilməsi, adət-ənənələrin qorunması daxildir. Qohum və qonşularla mehriban münasibətlərin saxlanılması, milli bayramların birgə qeyd edilməsi Azərbaycan ailəsinə məxsus keyfiyyətlərdir. Hər bir ailədə valideynlərin öz yeri olur. Nənə və babalara xüsusi hörmətlə yanaşılır. Övladlarına yüksək səviyyəli təhsil vermək Azərbaycan ailəsi üçün aktual məsələlərdən biridir. Yəni ona görə də son vaxtlar az uşaqlı ailələr ona görə daha çoxdur ki, təhsilə daha çox vaxt ayrılıbdır, təhsilə daha çox qiymət verilir. Və yaxud da ki, xərc daha çox çəkilir təhsilə. Ona görə bunu çatdırmaq məsələsi də var da uşaqlara, onu da nəzərə alaq. Hazırda Azərbaycanda 2 milyondan çox ailə var. Müasir ailələr az yaşlı olmağa üstünlük verirlər. Ailələrin əksəriyyətində valideynlərin hər ikisi işləyir. Ailə üzvlərinin öz vəzifəsi və bu vəzifə uyğun da məsuliyyəti olur. Hər bir ailə üzvü üzərinə düşən vəzifəni məsuliyyətini yerinə yetirməklə sosial həyat, cəmiyyət və dövlətə də fayda vermiş olur. Hər birinizin ailəsi çox güman ki, elə 2 nəfərdən ibarətdir. Bəzi əksər ailələr var ki, bir uşaqdan ibarət olur. Amma yenə də hər halda əvvəlki ailələr şəxsən mənim daha çox xoşuma gəlir. Çox uşaqlı ailələr daha yaxşı. İdeal ailə. İndi bu dəqiqə Azərbaycanda ideal ailə 3 uşaqdan ibarətdir, amma o vaxt belə değildi.
Ailə münasibətləri dünya ölkələrində bir-birindən fərqlənir. Məsələn, Hindistanda ailə mədəniyyəti birgə ailə sisteminin üzərində qurulmuşdur. Birgə ailə 3 yaxud 4 ailənin bir evdə yaşadığı və çoxsaylı uşaqları olan bir qrupdur. Təsəvvür edin, belə bir şeylər də var. Birgə ailə 3 yaxud 4 ailənin bir evdə yaşadığı qrupdur. Birgə ailənin tərkibinə nənə, babalar, əmilər, bibilər, xalalar, dayılar və onların övladları, bacı və qardaşlar daxil. Görün, nə qədər mehribandır ki, bunlar hamısı bir arada yaşaya bilirlər. Bu pis bir nəticə demək olmaz əslində, çox gözəl bir adətdir ki, yəni bunu bacara bilirlər. Son vaxtlar bizim ailələrdə təəssüf ki, bu alınmır. Amma həqiqətən yaxşı bir ənənədir. Almanların ailə ənənəsinə görə hər bir ailə ayrı evdə yaşamalıdır. Yəni Avropa ölkələrinin əksəriyyətində belədir. Təkcə Alman ölkəsində demək olmaz, Almaniyada demək olmaz. Müasir Alman ailələri əsasən şəhərkənarı kəndlərdə yaşayır, iş üçün şəhərlərə gedirlər. Ailələr əsasən 1 və ya 2 uşaqlıdır. Uşaqların 3 yaşından etibarən uşaq bağçalarına cəlb edilməsi məcburidir. Alman ailələrinə 18 yaşlı övladlar artıq müstəqil olaraq cəmiyyətdə öz mövqelərini müəyyən etməyə başlayırlar. Onlar əsasən ailələrdən kənar yaşayırlar və onların həyat tərzinə öz təsirini göstərir. Yəni uşaqlar 3 yaşına qədər yenə nəysə, amma 3 yaşından sonra mütləq bağçaya getməlidir, uşaq bağçasına. Çünki ailədə tək uşaqdır və sosiallaşma gedə bilmir bu ailədə. Uşaq yəni hər şey götürə bilmir, öyrənə bilmir, sosiallaşa bilmir. Ona görə uşaq bağçalarına cəlb edilməsi orada məcburidir. Və gördüyünüz kimi 18 yaşından sonra isə artıq öz ayağının üstündə durur. 18 yaşından sonra sərbəst bir fərd olaraq cəmiyyətə qoşulur. Öz üçün, yəni öz ailəsini qurmağa başlayır. Deməli, dərsimiz çox maraqlıdır, çox maraqlı mövzudur. Bəlkə də bir çoxunuz düşünəcəksiniz ki, coğrafiya ilə əlaqəli bir mövzu deyil. Amma bu sosial həyat coğrafiyanın bir parçasıdır. Təkcə yəni digər fənlərlə bağlı deyil. Deməli, burada baxaq bir suallarımıza, gəlin keçid alaq, suallarımıza baxaq. Deməli, birinci sualda uşaqlar, A şəkildə əsasən Azərbaycan ailəsinin xüsusiyyətini təsvir edin. Bayaq Şuşada çəkilən şəkil idi. Təəssüf ki, səsim bu vəziyyətdə olacaq uşaqlar. Amma burada yazılanlarla başa düşmədiyiniz halda yazılanlardan yaza bilərsiniz. Buraya yazdıqlarımı yaza bilərsiniz. Amma çalışın ki, olduğu kimi köçürməyin. Çalışın öz sözlərinizlə köçürün. Hamı eyni şey yazmasın. Yəni düşünək ki, burada mən sizə standart hər şeyi göstərmirəm. Mən istəyirəm ki, başa düşəsiniz. Mən sadəcə istiqamətləndirici video çəkirəm ki, sizi istiqamətləndirim nəyəsə. Amma çalışın özünüz yazın. Deməli, Azərbaycan ailəm, yəni həmin o şəkildə ailə başçısı ayaq üstə bu hansı mənanı daşıyır? Şagirdlər şəkil əsasən nə deyə bilərsiniz? Azərbaycan ailəsində qadına olan hörməti deyə bilər. Qadına olan hörmətin yüksək olmasını, ailədə qızların inamlı baxışlarını, Azərbaycan ailəsinin xüsusiyyətlərini təsvir edə bilərik. Yəni əsas belə şeyləri yaza bilərik ki, ailədə mehribançılıq, böyüyə hörmət, bax bu sözləri yaza bilərsiniz. Şəkildə görünən xüsusiyyətlər, yəni bunlardan ibarətdir. Daha sonra B şəklində əsasən ailənin sosial fəaliyyətləri haqqında nə söyləyə bilərsiniz? Şəkildə ailənin istirahət vaxtı təsvir edilmişdir. Bayaq baxdığımız Alman, yox, ikinci şəkil. Valideyn və uşaqların velosipedlə gəzintiyə çıxması müasir ailənin idmana olan marağını ifadə edir. İstirahət vaxtında idman ilə məşğul olmaq ailənin sosial fəaliyyətində aktivliyi, müasirliyi ifadə edir. Çox gözəl. Üçüncü şəkildə A və B şəkillər arasında fərqli və oxşar cəhətlər hansılardır? Və fikirlərinizi əsaslandırın. Burada artıq mütləq öz fikirlərinizi istifadə eləyin. Dəyərli izləyicilərim, çalışın ki, yazmayasınız buradan. Bir daha dəfələrlə demək istəyirəm. A şəklində milli geyimdə olan ailə, B şəklində müasir ailə təsvir edilmişdir. Hər iki ailə az uşaqlıdır. Övladlara qayğı göstərilir və ailədə səmimiyyət, qarşılıqlı hörmət vardır. Gələcəkdə Azərbaycan ailəsini necə təsəvvür edirsiniz? Azərbaycan ailəsini daha müasir olacağına, az uşaqlı olacağına dair iddialar verə bilərsiniz. Yəni bundan sonra görünür də, yəni müşahidə bunu göstərir ki,
Bundan sonraki ailələrdə uşaqların sayı daha azdır. Gələcəkdə Azərbaycan ailəsi daha müasir, ancaq milli dəyərlərə saydığı kimi və yaxud da milli ruhda təsəvvür eləmək olar. Bu həm ənənələrin qorunub saxlanılması, həm də qloballaşmanın gətirdiyi yeniliklərin uyğun şəkildə inteqrasiya olması ilə müşahidə edilə bilər. Öz sözlərinizdə də yaza bilərsiniz ki, ən azından deməli, belə yaza bilərsiniz ki, həm adət-ənənələr qorunub saxlanır, həm də qloballaşırıq. Yəni dünyanın bizə gətirdiyi yeniliklər, qlobal dünyanın yeniliklərinə uyğun şəkildə də yaşamağı müşahidə edə bilərik. 5-ci sualda C şəklinə əsasən böyük ailənin üzvləri arasında əlaqəni təsvir edin. C şəklində Hind ailəsi təsvir edilmişdi. Hindlilər böyük ailədə yaşama üstünlük verirlər. Bayaq mətndə də var idi o sözlər. Çoxsaylı ailədə münasibətlər, fərdlər arası əlaqələr daha sıx olur. Uşaqların informasiyanı daha çox insandan əldə edir. Uşaqlar informasiyanı daha çox insandan əldə edir. Qohumlardan nümunə götürürlər. Böyüklər isə uşaqlara nəzarət etmək məsuliyyətinə malikdirlər. Ola bilsin bəzi sözlərdə səhvlər olsun, onda tələskənliyimə keçin. Tələsik çəkdim ki, bu videonu tez baxasınız, yararlanasınız. Və Hind ailələrində böyüyən uşaqlar cəmiyyətə tez uyğunlaşa bilirlər. Çünki müxtəlif yaşda olan insanlar ilə uşaq ikən təmasda olurlar. Yəni öz yaşlıları ilə, özlərindən böyüklə, özlərindən kiçiklə, yəni müxtəlif yaşlarda olan insanlarla təmasda ola bilirlər. 6-cı sualda D şəklinə əsasən kiçik ailə üzvləri arasında əlaqəni təsvir edin. D şəklində asailə Alman ailəsi təsvir edilmişdi. Bir uşaqlı ailədə fərdlər arası münasibətlər yüksək səviyyədə olsa da, sosial əlaqələr çox şaxəli olmur. İnformasiya mənbələri daha azdır. Bayaqkının əksinə, yəni informasiyanı az alırlar. Uşaqlar sosial əlaqələrə daha çox kənardan ehtiyac duyurlar. Ona görə də görürsünüz ki, uşaqlar 3 yaşından sonra dərhal bağçalara yazdırırlar ki, heç olmasa sosiallaşma bağçada geçsin, bayaq dediyim kimi. Ona görə Alman ailələrində soyuq münasibətlər, yəni ailələr arasında, fərdlər arasında soyuq münasibətlər olur. Onun da səbəbi bundan ibarətdir uşaqlar. Deməli, 7-ci sualda nə deyəcək? 7-ci sualda mətndən istifadə etməklə C və D şəkillərində təsvir edilən ailələrin müsbət və mənfi xüsusiyyətlərini müəyyənləşdirin. Biz müsbət, mənfi xüsusiyyət odur ki, yəni əslində bu bayaqki sualların nəticəsi kimi qəbul edə bilərik. Çünki demək olar ki, bayaqki sualların eynisidir. Sadəcə biraz daha detal istəyir. Müsbət odur ki, çox uşaqlı ailələrdə bayramlar maraqlı keçirilir. Gənclər böyüklərin əhatəsində daha güvənli olurlar, əhatəsində. Mənfi odur ki, hər bir uşağa daha az vaxt ayrılır və mənzil problemi olur. Hər uşağın otağı olmur, yəni rahatçılıq olmur da bir sözlə. Digər ailələrdə, yəni az uşaqlı ailələrdə mənzil problemi olmur. Hər bir uşağa daha çox vaxt ayrılırsa da, mənfi cəhəti var ki, uşaqlar cəmiyyətə daha gec uyğunlaşır. Bax, bunu yaza bilərsiniz. Yenə də öz fikirləriniz varsa, fikirlərinizi əsirgəmirsiniz, yazırsınız, çalışın öz fikirlərinizdən istifadə edin. 8-ci sualda C və D şəkillərində təsvir edilən ailələrdə gələcəkdə hansı problemlər yarana bilər? Deməli, birinci yəni belə bir müsbət və yaxud da mənfi olaraq yaza bilərsiniz ki, bir hissəniz yaza bilər ki, çox uşaqlı ailədə gələcəkdə karyera qurmaq, iş yeri, mənzil problemlərinin olması, yəni yaza bilərsiniz. İkinci bir qrup yaza bilər ki, az uşaqlı ailələrdə ünsiyyət, tənha qalmaq, qocalıq, tənha, yəni tək qocalıq problemlərinin olacağına dair proqnozlar verə bilərsiniz. Təşkil etdiyi ölkələr yarana bilən problemlər iş yerlərinin çatışmazlığı. Yəni hər ikisində uşaqlar qısacası, hər ikisində iş yerləri çatışmazlığı və yaxud da işçi qüvvəsi. Deməli, əgər çox uşaqlı ailədirsə, iş yerlərinin çatışmazlığı problemi ola bilər. Az uşaqlı ailələrin olan, yəni ölkələrdə isə işçi qüvvəsinin çatışmamazlığı baxımından, yəni qiymətləndirilə bilər bu variantlar. Deməli, bir qrupunuz yazacaqsınız ki, çox uşaqlı ailədə gələcəkdə karyera qurmaq, iş yerləri, mənzil problemi ola bilər. Və yaxud da az uşaqlı ailələrdə ünsiyyət, tənha qocalıq problemləri ola bilər. Əhalinin yaşlanması baş verir də, yəni az uşaqlı ailələrdə. Amma digər tərəfdən də, deməli, çox uşaqlı ailənin olduğu ölkələrdə, bax bu şəkildə yazın.
Yəni çoxuşaqlı ailələrin olduğu ölkələrdə yarana bilən problemlər iş yerlərinin çatışmazlığıdır çoxuşaqlıda, amma az uşaqlıda da işçi qüvvəsi çatışmır. Kənardan ora işçi qüvvəsi axını olur, miqrasiya olur. Bax bu sözləri yaza bilərsiniz. İnanıram ki, fikrimi sizə çatdıra bildim. 9-cu sualda dünyada mövcud olan ailələrin xüsusiyyətlərini gələcəkdə necə dəyişə bilər fikrini əsaslandırın. Fikirlərinizi yenə əsaslandırmaq istəyir. Hər iki ailənin üstünlüyü təşkil etdiyi ölkələrdə yarana bilən problemlər, çoxuşaqlı ailələrin üstün olduğu ölkələrdə iş yerlərinin çatışmazlığı, bayaq dediyimiz kimi, az uşaqlı ailələrdə üstün olduğu ölkələrdə isə işçi qüvvəsinin çatışmazlığı, ortada olan vəziyyət, yaşlı və ya uşaq əhalinin sayının artıq olması nəticəsində yaranan problemləri misal göstərə bilərik. Yəni çoxuşaqlı ailədirsə, qısacası əhali çox olduğundan qidalanma problemi ola bilər, işçi sayının çox olması baxımından iş yerlərinin çatışmazlığı müşahidə oluna bilər, ərzaq problemi ola bilər, yaşayış problemi ola bilər, mənzil problemi ola bilər. Amma az uşaqlı ailələrdə də məsələn orduda olan vəziyyət və yaxud da işçi qüvvəsinin çatışmazlığı kimi fikirləri yaza bilərsiniz. Çoxuşaqlı ailələrin üstün olduğu, məsələn Çin, Hindistan, Pakistan, Bangladeş, Meksika bu kimi ölkələrdən az uşaqlı ailələrin üstün olduğu ölkələrə əhali axını vardır. Yəni belə deyək də qısacası inkişaf etməmiş ölkələrdən inkişaf etmiş Avropa ölkələrinə və yaxud da Amerikaya daha çox gedənlər var. O ölkələrdən yaşayış üçün həmin ölkələrə gedənlər olur ki, əhali axını olur ki, bu da milli problemlərin yaranmasına səbəb ola bilər uşaqlar. Gedən ölkələrdə, yəni özlərinə bərabər milli adət-ənənə apara bilərlər. Öz ölkələrində əksinə adət-ənənənin unutqanlığı, yəni pozulmasına gətirib çıxarda bilər ki, bu da onun mənfi cəhətləridir. Çalışın öz fikirlərinizdən istifadə edin. Hər zaman deyirəm bunu sizə. Hər birinizə uğurlar arzu oluram. Bugünkü dərsimizi çox təəssüf ki, bu şəkildə keçə bildim. İnanıram ki, hər biriniz məni anlayışla yəni qarşılayacaqsınız. Hər birinizə uğurlar arzu oluram. Mənim üçün dəyərli olan abunəçilərim. Gələn dərsimizdə inşallah ki, görüşərik. Hər biriniz çalışın, adınızı, soyadınızı xüsusilə qeyd edin. Mən buradan sizə dəyərli salamlarımı göndərim. İnşallah gələn dərsimizdə görüşmək üzrə. Sağ olun.